أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, yukarıda keçmiş dərsdə Növruzun yaranma tarixi ilə əlaqəli bir dərs paylaşıldı. Və biz oradan qaynaqlara əsasən bildik ki, Novruz xalqımızda hansı tarixdən gəlir və bunun İslam ilə qətiyyən əlaqəsi olmadığını bildik və aləmlərin Rabbinə həmd olsun ki, o zamanla bizi müsəlman etdi və babalarımız İslamı qəbul etdikdən sonra bəzi adətləri, keçmiş xatirələrin güc gəlməsi ilə tərk etməmişdilər. Və o hətta özümüzdə də bu formada davam etmişdi ki, hələ də xalqımız bəzən İslama mənsub olmayan adətləri icra edir. Sadəcə olaraq biz hökmümüzü bilək. Yəni kimsə bunu İslamdır, İslamdandır, İslam ilə əlaqələndirməyə çalışmasın. Dolayısı yollarla fərqli sözlər danışırlar, heç birinin əsası yoxdur. Dinimizi düz bilək, dəyərli müsəlmanlar. Dinimizi düz bilək və düz bildikdən sonra artıq təhlükəyə düşməzsən. Çünki biz bir gün Allahın huzurunda hesab verəcəyik. O sonra bizə bu atributların küfür, ateşpərəstliklə əlaqəsi olan bu adətləri sən necə edirdin deyəndə mən bilmirdim deməyək. Və istər-istəməz biz xalqın içində bu adətləri edənlərin say çoxluğuna görə bizim bir-birimizə qarışmağımız olur. Qohumuq, münasibətlərimiz var, dostluq əlaqəsi vardır və bir-birinin evinə getdikdə və yaxud da ki, bir-birinə hədiyyə verir. Hər nədir, sən bunu bayram kimi qeyd etməsən də, yəni biz müsəlmanlar bunu bayram kimi qeyd etməsək də, bizim nə qədər sevdiklərimiz vardır ki, onlar bunu qeyd edirlər və istər-istəməz onlar bu sevinclərini bizimlə paylaşmaq istəyirlər. Bəli, onlar öz sevinclərini bizimlə paylaşıb, o süfrədən bizə hədiyyə göndərməli olurlar. O yeməyin hökmü nədir? O hədiyyənin hökmü nədir? Yəni biz müsəlman olaraq etmədik, yoxumuzdur, evimizdə o süfrəni açmamışıq o niyyətə, onu kimi bayram olaraq. Yəni ola bilər, Ramazanla üst-üstə düşür, Ramazan üçün süfrə açmısan, bu başqadır. Söhbət Novruz süfrəsindən gedir. Sənə dolayısı yolla o süfrədən bir hədiyyə göndərilsə və yaxud da ki, sən qonaq getmişdin dostunun evinə, sənə o bayram süfrəsindən sövqatlardan hədiyyə qoyuldu süfrənə. Şəkər bura kimi və digər bayrama məxsus yeməklərdən qoyuldu önünə. Qorğa kimi və ilə axır, süfrədə nə vardırsa. Bunun yeməyin hökmü nədir? Deməli, Ayşə anamıza İslamın hələ erkən dönəmlərində, artıq o zamanlarda İraq İslam olmuşdu. Yəni biz bilirik ki, Ömər radiyallahu anhu İraqı İslamlaşdırmışdı, İslamla şərəfləndirmişdi və İraq və Suriya ölkələrində məcusilər yaşayırdılar. Məcusilər, yəni qədim Persiya, qədim Farslar. Farslar da ki, həmən zaman atəşpərəst idilər. Bu da atəşpərəst bayramı olduğuna görə o zamanın atəşpərəstləri müsəlmanlarla çiyin-çiyinə yaşayırdılar. Çünki İraq İslamlaşıb, amma xalqı hələ 100% İslam olmamışdı. Və anamız Ayşə radiyallahu anhaya və digər səhabələrə bax, belə suallar göndərilirdi ki, bizim qonşu məcusi xalqları vardır. Onlar Nivruz, ərəblər Nivruz deyirlər. Bu ərəb sözü deyil, fars sözüdür. Sadəcə olaraq onların ağzından eşidib, onlar da belə deyirdilər. Bəs məcusilərin Nivruz bayramı var. Onlar öz bayramlarında bizə öz süfrələrindən yeməklər göndərirlər. Hədiyyə, sövqat kimi.
nə edək, istifadə edə bilərikmi deyə suallar göndərilirdi mərkəzə, yəni Mədinəyə. Və oradan, bax, bunun üçün fərqli var. Anamız Ayşə radiyallahu anhadan ayrı fətva kimi vardır. Sonra digər sahabələrdən, İbn Məsud kimi, İbn Ömər kimi sahabələrdən, yəni məşhur, elmli sahabələrə bu suallar göndərilmişdi və onların yekdil cavabı budur. Onlar məcusdilər, yəni müsəlman deyirlər. Onların kəsdiyi heyvanlardan yeməyin, amma kəsilən heyvandan başqa, yəni ət məhsullarından başqa nə göndərsələr, torpağın məhsulu və yaxud da ki, bişmiş digər məhsullar, onlardan istifadə edə bilərsiniz. Deməli, bu hökm bu gün də keçərlidir. Deməli, Novruz süfrəsindən sənə ya hədiyyə göndərilsə, ya sən təsadüfən getmişdin, qabağına bu yeməyi qoydular. Yəni o süfrədə yox ha, Novruz üçün bəzənlən süfrədə oturulmaz. Sadəcə olaraq qonaq getmişdin, qabağına şəkərbura qoydular. Həmən süfrədən gətirib qoydular sənin qabağına. Və yaxud da ki, digər çərəzlərdən. Bəli, onların hamısından istifadə etmək olur. Yalnız ət məhsulları yeyilməz. Deməli, qorğa qoyulsa önünə və yaxud da ki, şəkər burasından və paxlavasından və digər süfrə yeməklərindən qoyulsa, bəli, onların hökmü halaldır. Sənə hədiyyə də göndərilsə, onun hökmü halaldır, yeyilə bilər. Yalnız o süfrədə oturub, həmən süfrədə. Çünki o süfrə artıq onu bayram olaraq tanımaqdır. Baxın, dəyərli insanlar, ola bilsin ki, bəziləriniz reaksiya verəsiniz ki, nə olur, burada nə var, bu yaxşı bir şeydir. Baxın, din bizim ağlımızla ölçülmür. Əli ibn Əbu Talib, Allah ondan razı olsun, nə gözəl demişdi. Din bizim ağlımızla ölçülmür. Din Allah tərəfindən göndərilmiş bir inancdır. Bu yalnız Allahın bizə göndərdiyi əmrlərə tabi oluruq. Ola bilər ki, bunun içində bəzilərini ağlımız kəsməsin. Və yaxud da ki, bugün bizim yaxşı gördüyümüz zamanla başımıza bəla ola bilər. Ona görə də ağlımızla hökm verməyək. Bayramdır, nəyidir deməyək. Necə nəyidir? Bu inanc bayramıdır. Bu atəşpərəstlərin, yəni alova ilah deyənlərin atributlarıdır. Onların inanclarının qalıqlarıdır. Biz necə onunla razılaşırıq ki? Bəli, üsyan da etmirik, müharibə də etmirik onlarla. Sadəcə olaraq biz sərhəddimizi bildiririk ki, biz müsəlman olaraq bunu qeyd etmirik. Deməli, bizim də onlara sayğımız, hörmətimiz var ki, gedib onun süfrəsində otururuq da, onun evinə getmişiksə, deməli, bizim də onun evinə bir kişi, başqa bir kişinin evinə getməsi nə deməkdir? Deməli, onun ailəsinə, namusuna, öz namusu kimi baxması deməkdir. Deməli, sizin evinizə bizlərdən biri gəldisə, deməli, namuslu bir kişinin evinə qonaq gedib. Deməli, səni özünə dost bilir. Amma inanclarımız ayrıdır. İnanclarımız bizim tamamilə üstün nöqtəmizdir. Bəli, ora ayrıdır. Yəni, biz onu da buna qarışdıra bilmərik. Yəni, dostumdur deyə, yəni dost deyildi, yəni ki, dünyadakı dostlarımızdandır deyə, bu o demək deyildir, bizim inanclarımız da eynidir. İnanclarımız başqadır. Biz müsəlmanıq. Yəni, Allaha təslim olmuşuq, yalnız onun göndərdiklərinə etiqad edirik. İnsanlar tərəfindən yaradılmış adətlərə isə hansı Allahın dini ilə uzlaşırsa qəbul edirik, hansı uzlaşmırsa uzaq dururuq. Bəli, Novruz süfrəsindən gələn yeməklərin ətdən başqa bütün məhsullarından istifadə etmək olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.